Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda çox dadlı yalançı dolmanın hazırlanmasını sizinlə bölüşürəm. Mərciməkli, lobyalı, fərqli içlikli bir dolmadır. İndi keçək hazırlanma qaydasına. Dolma üçün əvvəlcə 1 stəkan mərciməyi təmiz 5-6 dəfə soyuq su ilə yumuşam. Üzərinə yarım stəkan yumru təmiz yuduğum düyünü əlavə edirəm. Mərciməklə düyünün üzərinə çıxana qədər qaynar su əlavə edib qoyuram bir kənara. Dolma üçün təzə yarpaq götürmüşəm. Yarpaqları qaynatmıram, amma istəyən qaynada da bilər. Üstünə çıxana qədər qaynar su əlavə edirəm. Yarpaqların bir həm rəngi dəyişir, həm də biraz yumşalır. Ərzaqların doğranma hissəsini çəkməmişəm. 1 ədəd iri soğanı xırda doğramışam. Göyərtilərdən hərəsindən bir dəstə keşniş, şüyüd, yaşıl soğan, bir də nanəni də belə gördüyünüz kimi xırda doğrayıb bir boşqaba yığmışam. Əvvəlcə soğança hazırlayıram. Bunun üçün tavaya bitki yağı əlavə edirəm. Yağ nə qədər çox olsa dolma o qədər də dadlı alınır. Doğradığım soğanları əlavə edib qarışdırıram. Soğanların rəngi qızılı rəngə dönənə qədər yağda qarışdıraraq qovururam. Dolma üçün istifadə etdiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Mərciməklə düyünün suyunu artıq süzmüşəm. Dolmaya xırda lobya əlavə edirəm. Bildiyimiz maşdır. Yarım stəkan maşı yarı bişmiş hala gələnə qədər suda qaynatmışam. Doğradığım göyərtilərin hamısını ərzaqların üzərinə əlavə edirəm. Qovurmuş olduğum soğançanı da qaba əlavə edəndən sonra zövqə görə duz, qara istiot, bir də sarı kök əlavə edirəm. Siz öz zövqünüzə görə istədiyiniz ədvanı əlavə edə bilərsiniz. Ədvaları da əlavə edəndən sonra yaxşı qarışdırıram. Dolma üçün hazırladığım içlik artıq hazırdır. Yarpaqlar nə qədər iri olsa dolmanı bükmək çox rahat olur. Ona görə iri yarpaqlardan birini götürüb ortasına hazırladığım içlikdən əlavə edirəm. Videoda göstərdiyim kimi dolmanı bükürəm. Hamısını eyni qaydada büküb taxtanın üstünə düzürəm. Dolmanı bişirəcəyim qazanın dibinə yarpaqlardan sərmişəm. Hazırladığım dolmaların hamısını qazanın içərisinə düzürəm yan-yana. Üstünə bir qap çevirirəm. Üstünə çıxana qədər su əlavə edib qapağını örtüb qoyuram bişməyə. Dolmanı qazın aşağı xodunda bişirirəm. Arada lazım olanda bişərkən əgər suyu az gələrsə yenə də su əlavə eləmək olar. Dolma artıq hazırdır, pişib. Çox dadlı alınıb. Bölgələrdə yalançı dolmanı fərqli içliklərdən hazırlanır. Bu içliklə də çox dadlıdır. Siz də hazırlayıb dadına baxa bilərsiniz. Çox ləzzətli dolma alınır. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Bu videomda əgər sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, öz fikirlərinizi şərh bölümündə mənimlə bölüşməyi, yeni videolardan xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.